Qoxudan doğan həyat. Bəzən bir ətir sadəcə xatirə olmur. Bəzən o yeni bir başlanğıc olur. Sən bu qutunu açdığında yalnız bir qoxunu deyil, içində gizlənən bir sirri də oyadırsan. Bu qutunun üzərindəki toxumlar sadəcə toxum deyil. Onlar hisslərin, arzuların və xatirələrin başlanğıcıdır. Onları torpağa əkdiyin an, sən bir ətri torpağa yox, öz hekayəni əkməyə başlayırsan. Hər damla su ilə, hər gün biraz daha həyat verirsən ona və zamanla torpaq sənin toxunuşunu xatırlayır. Günəş ona istilik verir, külək onu oxşayır, torpağı isə sənin qoxunu qoruyur. Və bir gün səssizcə, sakitcə o toxumlar oyanır. Torpağın bağrından incə zərif güllər boylanır. Bu güllər sadəcə bitki deyil, onlar sənin seçdiyin ətrin ruhudur. Onlar danışmadan danışır, səssizcə xatırladır. Bir zamanlar hiss etdiyin o qoxunu. İndi isə o qoxu artıq yalnız havada deyil, o sənin əllərində, torpaqda, həyatda yaşayır. Çünki bəzi ətirlər uçub getmir, onlar kök atır. Bəzi qoxular unudulmur, onlar çiçəyə çevrilir və bəzi hədiyyələr sadəcə verilmir, onlar yaşadılır.